Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Deməli, əziz qardaşlar, biz fiqh kitabında həc bölümündə qalmışdıq. Ehramda qadağan olunan əməllər. Diqqət edin, burada da bu əməlləri qeyd etməyiniz yaxşıdır. Deməli, müəllif qeyd edir ki, ehramda qadağan olunan əməllər və həmçinin əgər ehramda olarkən bu əməllərdən hər hansı birini kim edərsə, onu edənin hökmü barəsində. Deməli, birinci, ehramda olarkən bu həclə, yəni ümrədə olana da aiddir. Ehramda olarkən birinci qadağan olunan əməl. Deməli, müəllif burada 9 dənə gətirib, lakin 8 ilə 9-u bir yerdə cəm etmək olar. Gələcək. Birinci, deməli, ehramda olarkən saçı və yaxud da ki, bədənin hər hansı bir tükünü, saçı, saqqalı, deməli, qısaltmaq, qopartmaq, yolmaq və bunları etmək həcdə, ehramda olarkən qadağan olunan əməllərdən. İkinci, deməli, dırnaqları kəsmək, dırnağı tutmaq. Üçüncü, başı örtmək yalnız kişilərə aiddir, qadınlara deyil. Dördüncü, tikilmiş paltar geyinmək yalnız kişilərə aiddir, qadınlara aid deyil. Beşinci, ətir vurmaq. Burada ətirlə bərabər, yəni ətirləndirici hər hansı xoş iyi də ora daxildir. Altıncı, ovlamaq. Yəni, ehramda olarkən qadağan olunan əməllərdir. Yeddinci, nicah bağlamaq və yaxud da ki, sözləşmək. Sözləşmək nə deməkdir? Yəni, iki şəxsin arasında evlilik barəsində sözləşmək. Nicah bağlamaq. 8-ci və 9-cu. 8-ci cimadır. Yəni, yaxınlıq. Orada cima aydındır hər kəsə. 9-cu da cima deyil. Yəni, ona yaxın bir şeydir. Yəqin ki, hər kəsə aydındır. 8 və 9-u müəllif ayırıb. Bəzi kitablarda, fiqh kitablarda bunu bir yerdə qeyd edirlər alimlər. Lakin burada müəllif bunu ayırıbdır. 9-u, daha doğrusu 8-i ayrı verib cima, bu yaxınlıqdır. 9 isə, yəni cima olmadan toxunmaq bu mənada işlənir. Deməli, bunların hamısına ayrılıqda müəllif dəlillər gətirir. Birinci olaraq, tükü götürmək barəsində, yəni saçı, saqqalı, tükü götürmək barəsində gəlincə və burada müəllif Uca Allahın bu kəlamını gətirir. Və bu kəlamında öz əksini tapmışdır. Allah Teala Bəqərə surəsində buyurur, diqqət edin, وَلَا تَحْلِقُوا رُؤُسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّ. Saçınızı qırxmayın, hətta qurbanlıq heyvanı öz yerinə çatana qədər. فَمَنْ كَانَ مِنْكُمْ مَرِيدًا. Sizdən hər kim xəstə olarsa, اَوْ بِهِ أَدَمِ رَأْسِهِ və ya başında ona əziyyət verən bir şey olarsa, فَفِدْيَةٌ مِنْ صِيَامٍ اَوْ صَدَقَةٍ اَوْ نُسُكٍ. O zaman fidyə olaraq ya oruç tutmalıdır, ya sədəqə verməlidir, ya da qurban kəsməlidir. Deməli, burada sonra müəllif buyurur ki, kim saçını qırxarsa və ya yolarsa və ya qısaldarsa, ona kəffarə olaraq fidyə düşür. Ya 3 gün oruç tutmalıdır, ya 6 yoxsulu yedirtməlidir, ya da bir qoyun kəsməlidir. Müəllif burada bunu da əvvəlki keçən ayədən götürmüşdür. Əvvəldə keçən ayədən, yəni qeyd etmişdir. Və sonra burada müəllif Kəb ibn Ucranın hədisini gətirir. Kəb ibn Ucra sahabədir. Kəb ibn Ucra deyir ki, Kənə bi əzəmin rəsi, mən bir başımdan əziyyət çəkirdim. فَحُمِلْتُ إِلَى النَّبِيِّ sallallahu aleyhi ve sellem. Və deyir, mən Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına götürüldüm. وَالْقَمْلُ يَتَنَاثَرُ عَلَى وَجْهِ. Bitilər deyir, mənim deyir, üzümə deyir, səpələnirdi. Sahabənin başında, yəni ki, əziyyət verirdi bitilər ona.
Deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm ona deyir ki, mən deyir, güman etməzdim ki, əziyyət səndə bu görünən dərəcəyə qədər çatar. Yəni, səhabə çox əziyyətli bir haldaydı. Hətta onu gətirirlər Peyğəmbərin yanına. O özü gələ bilmir, onu Peyğəmbərin yanına gətirirlər. Yəni, bütün üzünə səpələnirdi və başından çox əziyyət çəkirdi. Və Rasulullah da ona deyir ki, mən deyir, mən zənn etməzdim ki, əziyyət səndə bu görünən dərəcəyə qədər gəlib çatar. Və sonra deyir ki, sən deyir, bir qoyun tapa bilərsənmi? Səhabəyə deyir. Səhabə deyir, dedim ki, Kəb deyir ki, dedim ki, xeyr, yəni buna mənim gücüm çatmaz. Bunu mən bacarmaram. Və bu ayə nazil olur o zaman. Allah Teala buyurur ki, ayədə fəfidyətun min siyamin əv sadaqatin əv nusuq. Deyir, fidyə olaraq ya oruç tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Kəb dedi ki, 3 gün oruç tutmaq və ya 6 yoxsulu yedizdirmək, hər yoxsul üçün də yarım sa yemək vermək. Yarım sa nə qədərdir? Biz keçmişdik. Yarım sa, bir sa, yəni aydındır. Nə qədərdir? Kilo olaraq. Kimi xatırlayır? Oruc fəsli. 2 kilo 600 qram. Yarım sa. Yəni yarım sa arada sual-cavab lazımdır. 1 kilo 300 yarım sa. Bayaq da çox səhib oldu. Hə? 1 kilo 250 ya da 200. Əhsən, düzdür. Deməli, deyir ki, yarım sa yemək vermək. Bu, mənim haqqımda nazil olan ayədir. Bu, mənim haqqımda nazil olsa da, lakin sizin hamınıza şamil olur. Kəb ibn Ucrə deyir. Deməli, bu hədisi də İmam Muslim rəvayət etmişdir. Və həmçin Buxaridə də keçir, bu ləfz Muslimdə keçir. Deməli, burada nəyi bildirdi müəllif? Yəni, saçın qırxılmasına dair olan müəllif dəlili gətirdi, ayə və hədislə. Sonra buyurur ki, ikinci, deməli, dırnaqları kəsməyə gəldikdə isə bu da saçı kəsmək kimi bir rahatlığın olmasına gətirib çıxarır. Belə bir cümlə deyir. Və sonra buyurur ki, üçüncü və dördüncü, başı örtmək və deməli, başı örtməklə yanaşı tikilmiş paltar geyinməyə gəldikdə isə bu barədə Abdullah İbn Ömərin rəvayət etdiyi hədis var. Həm Buxaridə, həm Muslimdə. Və burada müəllif qeyd edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə soruşdular ki, diqqət edin, mə yəlbəsul muhrim, ehramda olan kimsə nə geyinməlidir? Diqqət edin, ehramda olan kimsə nə geyinməlidir? Peyğəmbər sallallahu aleyhi və səlləm burada dedi ki, ehramda olan kimsə lə yəlbəsul muhrimul qamisə, ehramda olan kimsə nə köynək geyinə bilməz, və ləl imamətə, nə əmmamə, yəni başına sarıya bilməz, və ləl burunsə, və ləl burnus, və ləl burnus, burnus, əziz qardaşlar, məğriblilərin geyimidir. Yəni, o geyim, elə bir ki, kapşonka deyirlər, papağı bədənə bitişmiş, yəni paltardır, geyimdir. Yəni, və həmin libası geyinmək olmaz. Yəni, bütöv da elə bir ki, papaqla bir yerdə olmaq. Və lə səravilə, şalvar geyinə bilməz, və lə thəvbən məssəhu varsun və lə zəfaran. Və diqqət edin, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə də şalvar geyinə bilməz və nə də vars, vars sözü, vars. Deməli, bitki növüdür, bitki növü. Xoş ətirli olan bitki növüdür. Nə deyir vars, nə də zəfaran, paltara sürtülmüş halda və yaxud da ki, boyanmış halda geyinməməlidir, geyinə bilməz. Sonra hədisdə gəlir ki, ancaq ayaqqabı, yəni ayaqqabı burada deyildikdə səndəl nəzərdə tutulur. Ayaqqabı tapmadıqda onda xuflar dəridən olan geyimdir, ayağa geyinilən. Xufları topuqdan aşağıya qədər olan bir halda kəssin. Yəni, topuqdan yuxarı olaraq geyinmək olmaz. Deməli, bu hədisdə nə qeyd olundu?
Peyğəmbər sallallahu aleyhi və səlləm açıq şəkildə nələrin geyinilməməsini bu hədisdə zikr elədi. Sonra müəllif qeyd edir ki, 5-ci, deməli, ətrin vurulmasına gəldikdə isə bu biraz əvvəl keçən ilə əvvəldəki hədisdə qeyd olunmuşdur. Və burada ümumi olaraq həm kişilərə, həm də qadınlara aiddir. Necə ki, hədisdə keçdi, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, nə vars, yəni bitki növüdür, xoş, iyili bitki növüdür, nə də zəfaran, deməli, sürtülmüş və ya boyanmış paltar geyinə bilməz. Vərs və zəfaran, əziz qardaşlar, xoş, deməli, qoxu verən bitki növlərindəndir. Qədim zamanda ətir kimi istifadə olunurdu bu. Və necə? Deməli, həmin bitkilərlə insanlar paltarları boyayırdı da. Elə bil, həmin, yəni, deməli, bütün paltarı həmin bitki ilə boyayırdılar ki, həmin paltardan xoş iyi gəlsin. Və bunu ətir növü kimi istifadə edirdilər. Və bu baxımdan da, deməli, kişilərin və qadınların hər ikisinin, deməli, ətirdən istifadə etməsi əvvəlki hədisdə qeyd olundu ki, olmaz. Yəni, ehramda olarkən. Sonra müəllif qeyd edir, 6-cı ov etməyə gəldikdə isə, bu barədə də Allah Teala Maidə surəsində buyurur, Ya eyyuhəllədinə əmənu, lə təqtulus saydə və əntum hurum. Allah Teala bu ayədə buyurur ki, ey iman gətirənlər, siz ehramda olarkən ov heyvanı öldürməyin. Və başqa bir ayədə də Allah Teala buyurur, ayənin ardında, və hurrimə aleykumus saydul bərri mə dumtum hurumən. Allah Teala buyurur ki, ehramda olduğunuz müddətdə quruda ov etmək sizə haram edildi. Deməli, əziz qardaşlar, diqqət edin bura. Müəllif qeyd edir ki, kim ehramlı halda olarkən quruda ov heyvanı öldürərsə, o zaman onun öldürdüyü heyvanın mislində onun üzərinə kəffarə olaraq, yəni əvəz olaraq, kəffarə olaraq onu ödəməsi, qarşılıq verməsi düşür. Və buna deyir, 2 adil hakim hökm verməlidir. Və ya haramdakı, yəni Məscid-ül Haramdan söhbət gedir. Kəbədə. Və yaxud da ki, haramdakı yoxsulları yedirtmək üçün onlara yemək alıb yedirtməlidir. Yaxud da hər yoxsul üçün bir gün oruç tutmalıdır. Yəni, yedirəcəyi yoxsulların sayı qədər oruç tutmalıdır. Və buna dəlil olaraq müəllif Maidə surəsinin həmin elə bu ayəsini gətirir. وَمَنْ قَتَلَهُ مِنْكُمْ مُتَعَمِّدًا فَجَزَاءٌ مِثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ. Baxın, Allah Teala nə deyir ki, sizdən kim ehramda olarkən qəsdlə ov heyvanı öldürərsə, o öldürdüyünün mislində bir heyvan kəffarə olaraq əvəz ödəməlidir. Və sonra Allah Teala buyurur ki, sizdən 2 ədalətli kişi buna hökm verməlidir, qərar verməlidir. Hədyən bəliğəl kə'bəti. Qurbanlıq heyvanı deyir, Kəbəyə çatdırılmalıdır. Əv kəffəratun ta'amu məsəkin. Deyir ki, və ya kəffarə olaraq kasıbları yedirtməlidir, ya da buna bərabər oruç tutmalıdır ki, əməlinin cəzasını alsın, dadsın. Afallahu ammə sələfə və mən ədə fəyəntəqimullahu minhu vallahu əzizun zuntiqam. Allah deyir, fikir verin, keçmişdə olub keçənləri bağışlamışdır, lakin kim yenə həmin o qadağa işlərə qaydarsa, Allah ondan intiqam alar, Allah güclüdür və intiqam sahibidir. Sonra əziz qardaşlar, müəllif keçir nicaha, hansı ki 7-ci qadağan olunan əməllərdən nicahdır. Nicah bağlamaq, həcdə olarkən və yaxud ümrədə olarkən, bu barədə də Osman ibn Affanın hədisini gətirir. Osman ibn Affan deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Lə yənkihul muhrimu və lə yunkihu və lə yaxtubu. Allah Rəsulü bu hədisdə buyurur ki, ehramda olan kimsə nə nicah edə bilər, nə nicah oluna bilər, nə də evlilik üçün sözləşə bilər. Deməli, ehramda olarkən bu şeylər yasaqdır.
Hədisi də İmam Muslim və digər hədis alimləri rəvayət etmişdir. Deməli, 8-ciyə gəldikdə 8 ilə 9 eynidir. 8, yəni cima, yaxınlıq etmək. 9 da, yəni, üzr istəyirəm, cinsi yaxınlıq olmasa belə, yəni ona bənzər, ona oxşar, deməli, halın baş verilməsi. Bunu müəllif 9 kimi qeyd edir, lakin ikisini bir yerdə cəm etmək olar. Bu barədə, deməli, müəllif Bəqərə surəsinin ayəsini gətirir. Allah Teala buyurur ki, Əl-Həccu əşhurun ma'lumət. Həcc bilinən, məruf olan, məhşur olan aylardadır. Fəmən fərədə fihinnəl həccə fələ rəfəsə və lə fusuqa və lə cidələ fil həcc. Allah Teala buyurur, kim o aylarda həccə başlayarsa, həcc etməyə başlayarsa, yəni özünə vacib edərsə, deyir ki, qadını ilə yaxınlıq etməməli, günah işləri görməməli və mübahisələr olmamalıdır. Və sonra müəllif qeyd edir ki, kim ehramda ikən əgər yaxınlıq edərsə, ehramdan çıxmamış, buna görə deməli, onun nəticəsi aşağıda gələnlərdir. Yəni, ehramdan çıxmamış, əgər bu hal baş verərsə, müəllif burada tərtib gətirib aşağıda. Birinci növbədə deyir ki, onun həcc ibadəti pozulmuşdur. İkinci, pozulmuş həcci yenidən davam etməyi onun üzərinə düşür. Üçüncü, deməli, növbəti ildə deməli, həcci yerinə yetirmək lazım gəlir. Dördüncü isə fidyə verməlidir. Onun üzərinə fidyə düşür. Kəffarə olaraq. Bu, diqqət edin, fidyə, qurbanlıq heyvanı, dəvə və ya bunun dəvə və ya bunun yerinə inək, yaxud da 7 qoyun olmalıdır. Əgər bunu tapmadıqda, o zaman o 10 gün oruç tutmalıdır, 3 gün həcdə olduğu müddətdə, 7 gün isə evinə qayıtdıqda olmalıdır. Bəli. Və bunu müəllif qeyd edir ki, bu bir neçə sahabə buna belə hökm vermişdir. Və o səhabələrdən də Ömər və həmçinin oğlu Abdullah, İbn Abbas, Əbu Hureyra və Əli. Allah onların hamısından razı olsun. Bu sahabələr deyir ki, bu barədə bu cür hökm vermişlər. Sonra 9-cu olaraq müəllifin gətirdiyi, lakin mən bunu 9, elə 8 kimi qeyd etməyimiz daha doğru olar. 9 müəllif ayırıb, yəni 9 ilə 8 eynidir. Və bu barədə də elə həmin ayəni gətirir müəllif ki, fələ rəfəfə və lə fusuqa və lə cidələ fil həcci. Deməli, bu ayədə nə deyir Allah Teala? Həcc ziyarətində olarkən nə qadınla yaxınlıq olmaz, nə günah əməllər etmək olmaz, nə də ki, mübahisə etmək olmaz. Rəfəs kəlməsi, rəfəf, ayədə keçən qeyd olunan, bu, əziz qardaşlar, həm cimaya şamil olunur, müəllif burada qeyd edir və alimlər də qeyd edir. Və həmçinin də cimaya aid, yəni cima olmasa da ona yaxın olan əmələ aiddir. Sonra müəllif burada, əziz qardaşlar, qeyd edir ki, ehramda olarkən qadağan əməllərdən birini edənin hökmü barəsində. Artıq, deməli, ehramda olunan qadağan əməllər qutardı. İndi isə qeyd edir ki, ehramda olarkən bu qadağan əməllərdən birini edən kimsənin hökmü. Buyurur ki, əvvəldə keçən qadağaları edən şəxsin 3 halı var. Diqqət edin. Birinci, heç bir üzür və ya ehtiyac, zərurət olmadan qadağan olan bir əməli edən kimsə buna görə günah qazanır və onun üzərinə fidyə ödəməsi düşür. İkinci, bir kimsə ehtiyacdan dolayı, zərurətdən dolayı qadağan olan bir əməli edərsə, o zaman onu etməsinə görə o şəxsə fidyə ödəməsi düşür. Deməli, burada nə olur? Günah düşmür. Üçüncü, bir kimsə qadağan olan əməli ya cahillikdən, diqqət edin bax bu cümləyə, ya cahillikdən, ya unutqanlıqdan,
ya da məcburiyyətdən dolayı, yəni məcburiyyət qarşısında qalıb ondan dolayı edərsə, o şəxs üzürlü hesab olunur və ona buna görə günah yoxdur. Deməli, fikir verin. Şəriətdə bütün məsələlərdə insanın, burada bir haşiyə çıxın ki, deməli, burada müəllif qeyd etdi ki, insanın cahilliyindən dolayı, yəni cahillik nədir? Bilməməzliyindən dolayı etdiyi əməl üzür sayılır. Və bu bütün şəriətin bütün sahəsini əhatə edir. O baxımdan insan həyatda çalışmalıdır, hikmətli olmalıdır ki, və bu məsələ şəriətdə hər bir məsələyə aiddir. Yəni, cahillik nədir? Bilməməzlik. Və bilməməzlikdən dolayı insan bunu edərsə üzürlü hesab olunur və o şəxsə də buna görə günah düşmür. Sonra müəllif qeyd edir ki, deməli, bu barədə, məhz 3-cü məsələ barəsində, belə olduğu halda həmin adama fidyə vermək düşürmü? Fidyə vermək düşürmü? Deyir ki, bu məsələ barəsində alimlər arasında fikir ayrılığı var. Lakin doğru görüşə görə İnşallah ki, o şəxsin üzərinə heç bir şey düşmür. Yəni, fidyə də belə düşmür. Burada, əziz qardaşlar, həcdə qadağan olunan əməllər, eləcə də həcdə qadağan olunan əməllərdən birini edənin hökmü barəsində olan mövzu sona çatdı. Allahdan istəyirəm bizim hər birimizi eşidib, faydalanan qullarından etsin. Uca Allah bizim günahlarımızı bağışlasın. Allah Teala bizim hər birimizin valideynlərimizə rəhm eləsin. Onların günahlarını bağışlasın. Və həyatda olanlara can sağlığı, həyatda olmayanlara da Allah Teala onların məkanını cənnət eləsin. Və Allah Teala bizim zürriyyətimizi, övladlarımızı salihlərdən etsin. Allah bizə iman üzərində yaşayıb və iman üzərində hər birimizə ailəmizlə birlikdə bu həyatdan köçməyi nəsib etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.